İyulun 30'unda Xətai rayonunda bıçaqlanaraq öldürülən Orxan Yusubov iş adamı olub. Doğru Xəbər Azərbaycan Unikala istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü Orxan Yusubov Xətai rayonunda yerləşən Amay Ticarət Mərkəzinin dayanacaq hissəsində qətlə yetirilib. O, Seaside Estate şirkətinin rəhbəri olub. Mərhumun qardaşı Elcan Yusubovun verdiyi məlumata görə, hadisəni törətməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Sabir Camalov onun qardaşının keçmiş işçisi olub. Aralarında narazılıq yaranandan sonra onlar ayrılıblar və təqsirləndirilən şəxs özünə Sabir Əmlak adlı şirkət qurub. Astarada 60 yaşlı kişi ağacdan yıxılaraq ölüb. Hadisə rayonun Siyakü kəndində baş verib. Belə ki, Bakı şəhər sakini 1966-cı il təvəllüdlü Fazil Fətəliyev əncir dərmək üçün ağaca çıxıb. Ağacdan yıxılaraq müxtəlif dərəcəli xəsarətlər almış şəxs Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılsa da həkimə qədər ölüm faktı qeydə alınıb. Qeyd edək ki, mərhum həftə sonu anasının evinə qonaq gəlirmiş. Meyit daxili və xarici müayinə olması üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Lənkəran rayonları arası zona mərkəzinə təhvil verilib. Beyləqanda kanalda bir nəfər batıb. Hadisə Yuxarı Qarabağ kanalının rayonun Görüş adlanan ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə kanalda batan şəxsin qadın olduğu qeyd olunub. Hadisə barədə dərhal aidiyyatı qurumlara məlumat verilib. Hazırda faktla bağlı araşdırma aparılır. Axtarış xilas etmə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək. Ucarda ölümlə nəticələnən qəza baş verib. Hadisə Bakı-Qazax magistralının rayonun Ramal kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Kamaz markalı yük maşını ilə Ford markalı yük maşını toqquşub. İlkin məlumata görə qəza zamanı 2 nəfər hadisə yerində ölüb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən meyidlər avtomobillərdən çıxarılaraq aidiyyat üzrə təhvil verilib. Baş vermiş faktla bağlı araşdırma davam etdirilir. Tovuzda da ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb. Belə ki, Ford markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə yol kənarında yerləşən elektrik dirəyinə, daha sonra isə ağaca dəyib. Güclü zərbə nəticəsində yük avtomobili ciddi şəkildə deformasiyaya uğrayıb. Hadisə zamanı avtomobilin sürücüsü Düz Cırdaxan kənd sakini 25 yaşlı Fərid Tağıyev xəsarətlərdən ölüb. Qəza nəticəsində elektrik dirəyi də aşıb. Bu səbəbdən kəndin bir hissəsində elektrik enerjisinin verilişi müvəqqəti olaraq dayandırılıb. Baş vermiş faktla bağlı araşdırma tədbirləri davam etdirilir.